Herkese salam dostlar. Uzun müddətdən sonra ənənəvi videomuz Kasibin Royal Passi seriyasının 5-ci bölümündən sizlə bir yerdəyəm. Və gördüyünüz kimi həmişəki paltarımı geyinmişəm. İndi isə o birisi paltarla özümü tuta bilmədim. Bu daha çox xoşuma gəldi. Bu da belə bilinsin. İndi isə uzatmadan videoya keçək. Bu arada sonda bir dənə də hesaba girəcəm. O da sürpriz olsun. Birinci öz hesabımdayım göründüyü kimi. Sonra həmişəki kimi xalam oğlunun hesabı. Üçüncü şəxs isə sürpriz olacaq inşallah. İzləməyə davam edin. Bunu eşidəndən sonra videonun qabağa verib üçüncü şəxsi axtarmayın. Ha, küsərəm sizdən. Deməli burada mükafətlər var. Buradan başlayaq tez-tez. Oo, dev sandıq. Bunu gözləmirdim. Ha, əfsanəvi? Yox. Süper. Başlayan kim nə olur? Yekə olan səndə. Keçən dəfə sözümü unutma. Bu nətər emojiydi. Hə, deyəsən dovşan sklet çıxırdı. Neyse, bir də götür oxşuruq. Buradan tez-tez bunları götürək. Sandıq olanda inşallah tez-tez sarıq. Əfsanəvi yox. Adi adından çıxdı. Kahraman Joker kartı idi. Neydi ondan çıxdı. Bir dəqiqə bunu götürmədim. Bitmiş. Bitibmiş. Sadəcə olaraq qaçırtmışam. Bu nədir ya? Bu yaxdan getdikcə gedir. Hə, vəssalam. Bu qədər bəsdir. Bitdi. Buradan elə bir sandıq var. Bir dəqiqə bu maşqanın qulpu buradan çıxdı. Bunu götürək. Özündən verirmiş. Elə bildim bir dənə verir. Biz özümüz istifadə edəcəyik. Eybi yox. Çarpmanın bir dənə olduğunu düşünmüşdüm. Elə bildim sandıq olacaq. Can sağlığı. Sonra buradan gedirik ən başa. Təbii ki kimi. Təbii ki kimi nəydi? Həmişəki kimi. Başladıq. 5 barmaqla klassik açış. Bunu unutmayın. Bu mənim öz taktikamdır. Özümlə nətər olubsa tapmışam. Sandığı daha tez açmaq yöntəmidir. Baxın. 5 barmaqla bir yerdə basırsınız. Yox, bir dəqiqə basamadım. Keçsin sonra göstərərəm inşallah. Baxın. Gördünüz. Nəzarlıq çıxdı. Görək. Burada 4 və 5 ulduz çıxacaqmı? Onsuz da axırda 5 ulduz bizi gözləyir həmişə kimi. Çox şükür. Bunu açmamışam. Ərinmişəm. Həmişə deyirdim ki, o lazımsız şeyləri açın. Videoya ancaq sandıqları saxlayın. Bəzilərini açmışam. Bəziləri qalıb. 2 ulduzdan da 4 ulduz vermir. 2 dəfə olub üst-üstə. Simit süpersin. 4 ulduz. Səndən belə danışmaq lazımdır ha. Sənin açığını tuturam. Barbar nədir? Elə bir bilərəkdən edirik. Neyse. Əsəbləşmirik. Durdu özümdə. Tez-tez açmağa çalışacağım. Çünki video bir də gördüm 20-30 dəqiqəyə gəldi. Çıxdı. Gəl sonra bunu montaj elə. Tez-tez atırıq. 4 ulduz mükəmməl. Mükəmməl. Bax, belə gəl mənə. Mənim gözəl qardaşım Supercell. Yaptım səni. Bax, belə gəl. Oy, mükəmməl. Öpürəm səni. Öpürəm səni. Xoşuma gəlirsən ha. Həmişə belə davam elə. Mükəmməl. Süpersən, xoşuma gəlirsən. Belə davam elə. Bir dənə mənə kreatorluq ver. Səni bağrıma basacağım. Dört mükəmməl. Qoy deyək, 2-3 sandıqdan sonra belə şey verirəm. Nə oluyor? Ağzıma sən kimi elə cici şeylər verirsən. Neyse, sandıqları tez açırıq. Zəhər. Vakil mükəmməl. Maska da durmur yüzümdə. Oy. Mükəmməlsən Supercell, öpürəm səni. Səhv açdım amma 4 ulduz oldu. Mükəmməl. Bunu qaçırtdıq. Buradan da 3 ver. 2 belə vermədi. Sim istəməyəcəm. Yaxşısan hələ ki. Göz dəyməsin sənə. Kristalı tez götürürük. Sandığı bir dənə 3 ulduzdan açırıq. Yenə qızıl. Bu aralar qızıl gəlməyi yaxşıdır. Həmişə qızıl istəmirdim amma mükəmməl. Kasıbçılıqdır deyə bu aralar qızıl gözləyirəm.
Gəlin belə deyək də, sizdən ancaq sandıqları açın. Bu tip şeyləri sonra inşallah özüm lazım olsa açaram özüm üçün. Yaxşı fikirdir. Ayda səhv açdım, eybi yox. Yaxşı fikirdir məncə. Sandıqlarla gedək sizlə bir yerdə. Oy, bir şeydən 3 dəfə, 4 dəfə dalbadal veririk. Süpersel yaxşısan. Amma istədiyim şeydir deyə daha yaxşısan. Yarasa. Bunun evrimini açmaq istəyirdim. Bu arada dostlar, bildiyiniz kimi inşallah bir Kara Prensin, bir də ki Atıcının qəhrəmanı gələcək. Bilmirəm yəni necə olacaq. Bundan əvvəl Büyülü Oxçunu Xalamoğlu açmışdı. Yəni 9 dənə netsə bir cədvəl vermişlər. Onu yığandan sonra Büyülü Oxçunun qəhrəmanına emojisini, bir də bilmirəm nəyi pulsuz vermişdilər. Xalamoğlu açmışdı. Mübarək olsun. İnşallah səhv eləmirəmsə Atıcının qəhrəmanında da belə bir etkinlik gətirəcəklər. Görək, hər bir şey ola bilər. İnşallah xeyirlisi deyirik və 5 ulduza getdik. Bastım. Mükəmməl, əla. Əla. Bu arada Xalamoğlu mənim gündən deyirdi ki, videonu çək ki, bu bütün Royal Pass'ı tamamlayandan sonra bax bu incə açdığım sandıqlar olur. 23-ə kimi tamamlayıb səhv eləmirəmsə, ondan ötürü sandıq gəlmir. Mənə deyirdi ki, tez aç. Yəni videonu çək daha doğrusu, dolmasın da, boş qalmasın orada. Mən də çəkirəm. Mən bir barmaqla basıram, tez-tez 5 barmaqla basın, tez açılsın da. 4 ulduz, əla. 2 dənə əfsanəvi Joker kart. Deməli, gəldik Xalamoğlu'nun hesabına. Buradan yuxarıdan başlayırıq. Buna da sandıq deyilmiş. İskelet fitisi pis deyil, yaxşıdır. Sandıq var imiş. Bunu bir açacağım. 9100 altın. 25 kristal. Destansı Joker kart 10 dənə. 3 slasher. 3 slasher 1. 9 Tesla azar yerinəsə. Qartopu, əla. Döprəm, mükəmməl, çox gözəl, çox gözəl. Əfsanəvi vermədi, neyib yox, canı sağ olsun, amma destansanı deyəcəkdim. Joker karta çıxıb hamısı. Neysə, yenə bundan verdi. Bir də görürsən ki, bunu açırıq da. Dəlili olar etəmiz. 7. Bunların adını çəkməyəcəm. Buz ruhu. Bomba kulesi, sərsərilər, minyon sürüsü, minyonlar, raket, əfsanəvi. Deyəcəkdim, bəlkə də qəhrəman ola bilər, amma olmadı. Nazarlıqdır. Yox, göz büyücüsü. Bilmirəm, istifadə edirdi yoxsa yox. Yetki səhmiyət yəqin ki, istifadə eləmir. Bugün bunlarla keyfdəyik. Dedim və bitdi mi? Ben görüm, hə, bitdi. Neyse, buradan sonra buradan gəlirik kuboka. Buradan nəsə olmalıydı. Çünki çoxlu kubok yoxmuş. Bir dəqiqə, bunlar açılır. Buradan açılmalı, özü göstərdi. 5 barmaqla getdik. Uçan maşını pis deyil, həqiqətən məni əsəb edir. Rəqibdə olaraq, yəni. Qızıl, yenə qızıl. 5 ulduz. 4 ulduz pis deyil. Əla, mükəmməl. 3 ulduz ver, əla. Süpersel yaxşı başlayır. Bu videoda nəsə Süperseldən xoşum gəldi. Keçən videoda da xoşum gəlmişdi. Duvar yıxıcıları mükəmməl. 4. Mən niyə 4 dedim özüm də bilmirəm, amma yaxşı. 6 dənə haydut mükəmməl. Dart goblini 15.000 qızıl. Heç 2 ulduz belə vermədi. Süpersel. Arada biraz tormuzlamada. 2 ulduz. Qızıl. Yenə qızıl. 5 ulduz. Yəni 4 ulduz. Yəni də əladır. Bu dəfə 6 dənə prenses. Bu nədir? Hə, bu sandıq burada gəlir. Bir də bunun fərqi nədir? Hə, ödüllər artırmış. Heç nə. Məndə o gəlməyib. Çünki bu kuboka deyəsən çatmamışam. Ondandır. Neysə. Başladıq. Çox qəşəng dizaynı var. Xoşum gəldi. Elə bir ki, bir də qəşənglər verəcək də yəni. Getdik. Zaten nə oldu? Sifəsi ilə bir ulduz deyəcəkdim. Kart verməyi yaxşı oldu. Yenə kart verir. Yox. Yəni ki, yaxşıdır. Bunu qızıl verməsən canım. Elə. Ulduzları nəsə artırır yavaş-yavaş. Oy, mükəmməl. Sürəti itirmədən tez-tez açmağa çalışıram. Siz də dəstəklərinizi əsirgəməyin, zəhmət olmasa. Təbii ki də eləyəcəyiniz şey videonu aşağıdan bəyənib kanala abunə olmaqdır. İstəsəniz də videoya uyğun şərh yaza bilərsiniz və nə tip videoların gəlməyini istəyirsinizsə də onu da yaza bilərsiniz inşallah. Çoxlu kart gəlir.
Barbarlara heç verməsən ondan yaxşıdır. Onun yerinə qızıl ver. Razıyam, amma barbar vermə. Mükəmməl. 4 ulduz, əla. İçindən də əfsanəvi gəldi, əfsanəvi də çıxdı. Buradan 2 ulduz, X sayı əslində pis deyil. 4, əla 4 ulduz. Mükəmməl, çox mükəmməl. 1100 qızıl. 2 ulduz. Məzar taşı. Ağlama zombi ilə bitkilərin əla. Bitkilərin oyunu gəldi. Bilmirəm oynamırsınız yoxsa yox. Adı Plants vs Zombies idi. Oynayanlar varsa səs eləyər. Heç nə, o oyunun giriş animasiyası idi. Başlamağa basanda zombi yerdən belə əlini çıxardırdı. O yadıma düşdü. Bu məlumatı niyə verdim, heç özüm də bilmirəm. 4 ulduz. Bugün nəsə, bu neydi, bunu ara açdım. Bugün nəsə jeton, joker kartları bol verir. Kart yerinə elə joker kart verməyi məncə yaxşıdır. İkisi də yaxşıdır, amma belə də. Olana şükür, əla. Həmişə donuzdan oynayırdım. İndi də göstəbəklə oynayıram. Oo, mükəmməl. Başqa da durmuyor. Belə qoyanda normaldır. Sonra düşür belə aşağı. Yenə düşdü. 4 ulduz. Bu çox pis nerf gəlib bu karta. Yəqin ki bilərsiniz. Nəsə, başqa ilə çox dirəşməyəcəm. Üç ulduzları bol verir. Şövalye mükəmməl. Getdi. Əslində pis deyil. Amma bilmirəm, yəni xanım oldu istifadə edir, yoxsa yox. 5 barmaqla tez-tez açıram. Getdik. 1 ulduz Valkür. Pis deyil. Mega şövalye uyda. Mega şövalye ilə Valkür deyəsən istifadə edir. Ona görə yaxşıdır. Gözəl çıxır ancaq. 4 ulduz mükəmməl. Əla. Pis deyil. Pis deyil. Bu arada Alav ruhunu gördüm, ağlıma nə gəldi. Gözləyin, bunu qutarım. Deyəcəm sizə. Belə deyim ki, artıq Allahın iznində məni tanıyarsınız, yəni metroda, şəhərdə, nə bilim, avtobusda, ictimai yerlərdə məni tanıyarsınız. Kabrama stikerlər vurmuşam, həm YouTube kanalımın reklamı kimi, həm də Clash Royale kartlarından bir hissəsini qoymuşam. Bu da ki, ruhlardır, yəni ki, buz ruhu, elektro ruh, yeniləşdirmə ruhu, ateş ruhu. Bunlardır. Bir dənə qutarsın, inşallah sizə göstərəcəm. Bilmirəm, telefonda düşüb yoxsa yox. Burada var. İndi göstərmirəm. Yaxınlaşdıracağım. İnşallah bu bitsin. Kara Prens. Oxçular. Bitdi. Deməli, burada kanalımızın, belə görünür yoxsa yox, kanalımızın reklamı var arxada. Görünür. Burada bir dənə reklam var. Elə də göstərəm ki, elədir ki, reklam influencerimi. Burada bu bir də ki, dediyim o şey buydu. Oyun kartı. Bilməm görünür yoxsa yox. Amma çox şirindilər məncə. Ama sən YouTube'da çıxarsan. Bəli, mənəm. Belə özümdə əlavə edən var 1-200 dənəsi. İstəyən olsa verə bilərəm. O da bilmirəm siz hardasınız, mən hardayım. Bu da bitdi və sizə videonun başında dediyim kimi sürprizimə keçirəm. Və budur, adaşımın hesabındayam. Çox sağ olsun, Allah'ından razı olsun. Məni qırmadı, hesabını verdi ki, videoda onun da Royal Pass'ındakı mükafatları alım. Və bununla da bitmir, təbii ki də bununla da bitmir. Burada Pass Royal var, göründüyü kimi, bilmirəm fikir verdiniz yoxsa yox, adı gözəl rənglərdən yazılıb. Yəni indiyə kimi Royal Pass açmamışam, biraz qəribə gəldi, biraz elə bir ki, gəlmişəm də, yəni. Getdik, buradan. Altın kutusuna ihtiyaç yoxdur. Onu oyla. Getdik. 1000 qızıl. Bunlar 10 statsız. 5 ver. 4 verdi. Eybi yox. Getdik. Əla. Yaxşı gelirsən. Süpersən. Öpürəm səni. Nə qədər öpdüm ha bugün. Qorxdum. Elə bildim ki da hamısını özü açmaya ümid eləməyib. Neyse buradan getdik. Yəni hamısı nasıl gitmiş sağ olsun. Buradan yenə ben götürəcəm. İnşallah ki Real Pass tərəfdə, yəni pullu hissədə pullu hissədə şey olmaz.
Nihat'la beni birbirimize kırdıracak bir ayrısız şey olmaz. Demek için iki şey var. Birden Nihat'ın istemediği şey seçerim. Bir de gördüm benden küstü. Balon hər halda istifadə eləmir. Eləmirsən, nə düzdür? Eləmə. Bunu götürəcəm. Bir də gördüm balon çıxdı. Əlim dəydi, yox. 4 ulduz. Əla. Yoxsa bunu Ceyhun istifadə edirdi. Elə bildim Nihat da istifadə edir. 4 ver. Birini belə vermədi. Simit. 3. Mükəmməl. Golem. İnternetdə Golemin maketini görmüşdüm. Bir yandan almaq istədim. Bir yandan dedim ki, nə yapın verir. 4 ulduz. Oy 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 oy. Yəqin açıq deyil. Aha, bir qaldı. $51 deyil. Mən də bunu güzgəçisindən 15 kimi gördüm. Elə bildim ki, tərsinə yazılır. Burada askıda kartı götürərəm hər halda. Burada minyon sürücünü götürməyəcəm. Özü götürmüş. Heç mənə bıraxmayıb ki, birdən davadalaşırlar. Ağıllı adamsın. Raket. Sol tərəfdən başlayırıq. Oy, heç bunu gözləmirdim. Qızıllarla gedirik. Balonu yaxşı götürmədim. Az qalsın 5 parmaqla basanda balonu götürəcəkdim. 5 ulduz vermir nəsə. Bu arada Nihat'ın hesabında axıra kimi gələ bilməmişik. Eybi yox. En azından bunlarla yetinək. 4 ulduzu çox deyir. En azından bu yaxşıdır. Koç birincisiydi. Koç başından qarışdırır. Yerləşdirilir o. Ulduz. İstifadə elədiyi kart deyərsən hələ ki çıxmayıb. Yəni əsas dəstəsi baxımından deyirəm. Digər dəstələrdən xəbərim yoxdur. Bir də ikisi qalıb burada. Yaxşı belə bir düymə var imiş. Yoxsa gözdən qaçacaqdı. Bunu götürəcəm. Ründəviyə sözdə istifadə eləmir deyərsən. Mənə oxşamısan. 16 min qızıl. Zəlzələ. Yəni mənə görə yaxşıdır. Çünki çox istifadə eləmişəm. Havan, nə bilim, XI kimi bina hücum kartlarının antisidir demək olar. Dəqiqə bu nədir? Burada nə var? Kesin yoxdur. Bu niyə seçilmir? Bir dəqiqə, deyirəm axı, bitdi, Və belə, gəldik videonun sonuna. Ümidvaram ki, əyləndiniz. Daha çox belə videoların gəlməyini istəyirsinizsə, təbii ki, aşağıdan videonu bəyənib kanala abunə ola bilərsiniz. Başqa nə tip videoların gəlməyini istəyirsinizsə də şərh bölməsində bildirə bilərsiniz. Özünüzə çox yaxşı baxın. İnşallah növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.